Adeyliye. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve huve hayru nasirin ve mu'in. Qalet Fatime selamullah aleyha. Fece'alel imane tethiren lekum mineşşirk. Dünenlerim erz elədim felsefeyi ahkam az nəzər xanım Fatime Zəhra və der xutbe-i fədəkiyə nədir? Buyurdu Allah imanı qərar verdi ta siz butpərəstlikdən, şirkiden uzak olasınız. Ve salata tenzihen lekum anil kibr. Allah namazı karar verdi. Oftade olaq, təkəbbürü qoyaq kənara. Allahımızla dost olaq, Allahımızla danışaq, dərdi dil eləyək. Sözümüz olanda Allahın özünə deyək. Nəinki, mən bir ayda, 2 ayda namaz qıla, müşkülüm həll olmadı. Biz şərtə namaz qılmayacağıq. Ki, mənim filan işim həll olsun, namaz qılam. Namaz nə vəzifədir. Fəqir də olasan, qəni də olasan, məriz də olasan, heç onvan bu namazı səndən saqit olmur. Allah üçün insana əqli verib, insanı sahibi əqli eləyib, insana təklif istəyir. Heç onvan. Namaz qılan da məğrur olmayacaq. Mən namaz qılıram. O qılırsan, özüvə qılırsan. Qılmayan öz əzabını artırır ki, xanım Zəhra xəbər aldı babası Peyğəmbərdən, ya Resulallah namazı güncül sayanların hökmü nədir? Buyurdu, namazı güncül sayanlar bu dünyada zəlil olarlar, ömürlərinin bərəkəti gedər, ənvallarının bərəkəti gedər. Bərəkət görürsən, kisrət çox olar. Tərəf görürsən, maşını biridir, olub 2 dənə. Amma o tərəfdən baxarsan, görürsən, yox baba, bəla gəlib başına, 50.000 dənə maşını satasan, yuvasan ora, bunun bu müşkülün həll eləmək olmaz. Odur xanım Zəhra buyurdu, vəs-salətə tənzihen lekum anil kibr. Allah namazı qərar verdi ta siz təkəbbürdən fasilə açasınız, qururu kazibdən fasilə açasınız. Bəzi adam görürsən 5-6 il namaz qılıb yuxu görür. Bugün bu imamı yuxuda gördüm, səhər o imamı yuxuda gördüm. Mənim öz başıma bir bəla gəldi. Ərz bozub 3-4 ay bundan qabaq. Gecə yarısı idi, durmuşdum da tək idim da, gördüm fəzai məcazat yordu. Dedim qoyatsa da Allah'la danışaq. Hamı yatıb, sükutu mütləq səccadəni saldım. Namazı şəb qılıram. Namazı şəbin axır rəkətləridir. Hala riya olmasın, o möminləri bilmədim, sayırdım. Bilmədim, əstəğfurullah la deyirdim, bilmədim, əl-əflə deyirdim. Birdən bir qışqırtı səsi gəldi. Sükutu mütləqdə birdən bir şey dedi. Dedim, tühlərim biz durdu ya da özümü itirdim da bilmirdim harasını deyəm, nə qaça bilirdim. Dedim, hər nədir mənim dalımda durubdu. Öz-özümə deyirəm, nə da o şeytanıdır ya, nal elədi. Ağa səhər uşağa da deyəmirəm ki, deyirəm, bunlara desəm, bunlar da vəhş, onlar da öydə qalmaz, deyirlər, öydə cim var, qaçırıq. 3-4 gün bunun fikri məni götdü, bu nə mənəydi, bu cür gecənin aləmi qışqırdı. Öz-özümə dedim, baba da şeytanımış da, namaz qılırmışıq, belin sındırmışıq şeytanın, söyünürük. 3 gün sonra qonaq gəlib və gəlmişəm, yavaşca namazı qılıram, cinə də ilə bilmədim harasındaydım, bu birdən cinə qışqırdı. Allah bu nə mənə daxı, mən namaz qılanda, onda namaz şəb qılanda bu qışqırır da, mən öz-özümə deyirəm ki, şeytanları qəl o qəm eləyirəm də. Adam görürsən, bəzən qurur gəlirdi, bir xod iş görürsən, bu heç kağız oyan bu yan eləyənmişsən. Sabahısı yatmışam, başımı qoymuşam mobla. Birdən gördüm, həmin səs günüz birdən qışqırdı. Dedim, bu nə səsdir? Çıqqılı qızım var 8 sinif. Dedi, baba, o mənim quşumun pişiyidir. O acıxanda hərdən oca qışqırır. Dedim, Allah sən pişiyi öldürsün inşallah. Məni öldürüb əvvəl günü. Odur xanım Zəhra-i Mərziyəmrün və salata tənzihən ləkum anil kibr. Allah namazı qərar veribdir, ta biz kibridən, xodpəsəndidən, qurur-u kazibdən fasilə açaq. Əgər insan əhli ibadət ola, əhli ibadəti vaqii, insan bir məqamat-ı aliyyə əl tapar.
Bəd buyurdu və zəkata təzkiyətən linnəfs və nəmaən firrizq. Əgər istəyəsən zəkat pərdaxt eləyəsən, vücuhat verəsən, fəqirin səhmin verəsən, seyyidin səhmin verəsən, giriftarın əlindən tutasan, nəfsün pak olar, nəfsü təmizlər, nəfsü ziddufun elər, nəfsü bir səboçlandırar, Allaha yaxınladar və nəmaən firrizq. Rüşd verər birdən, sənin nə mənə ruzu ver, roşd. Abi rüşdi tədric var, roşd ahistə. Rüşdlə numuvun fərqi var. Rüşd yəni ahistə. Görəsən uşaqdır, əvvəl yaşından 15 yaşınacaq ildə bir qolay təğyirat tapar. Amma elə ki buluğa yetişdi, birdən görəsən səqqəl çıxartdı, səsi əvəz oldu, qəddi qəvarəsi əvəz oldu. Buna deyərlər numov. Birdən rüşd eləməyə deyərlər numov. Deyir əgər zəkat versin, malın vücuhatın versin, əlindəkindən olmayan əlindən tutsun, əmvalın birdən çoxalar. Allah birdən sənə bərəkətin cari elər malıva və zəkatən təzkiyətən linnəfs və nəmaən firrizq. Ruzuyu çoxaldar və öz nəfsü də pak elər. Zəkat vermək. Buyurdu, Allah-u Teala buyurur ki Qur'anda və seyucennəbuhəl atqa. Qiyamət günü nəcat tapacaqlar müttəqilər. Hamı yanacaqlar, müttəqiləri yandırmayacaqlar. Əlləzi yuti maləhu və yetezəkka. O adamlar ki əmvallarından kasımın əlindən tuturdular, giriftarın əlindən tuturdular, biçarənin əlindən tuturdular. Ta təvani delibi dəstavər, dil şikəstən honər nemi başa. Başardın birinin əlindən yapış, köməkli ilə, bədbin olma, anin, hər kəsdir. Yapış əlindən. Girif Allah ona mamil ilə. O şəxs gəldi məhzər İmam-ı Sadiq, ərz elədi Zəhra valasa, bətər və şikəst olmuşam. Sən sahibi nəfəssən, Peyğəmbər valasa, məni bir dua elə, sənin duanda əsər var. Adam var nəfəsində əsər var, adam var nəfəsində heç əsər yoxdur. Nəfəsdə gərək əsər ola. Nəfəs əsərli olsa ağzın açacağın müşkül həll ola. Necə deyirlər qədimlərdə, bizim kətdə bir seyyid var idi, bu işi görərdi. Bizim kətdə bir seyyid var idi, bu hərəkəti elədi. O qədirdi onun nəfəsinin pahlığına, nəfəsinin düzlüyünə. İndi 5000 nəfər bir yerdə dua eləyir. Heç kəsin duası müstəcabı. Niyə? Bədənlər bir yerdə, qəlblər ayrı yerdə. Bədənlər oturub bir-birinin dibində, bir-birinə nəxşə çəkirlər, bir-birinin dalı ilə danışırlar, bir-birinə ədaətvar çıxardırlar. O da buyurur ki, qiyamət günü o adamlar nəcat tapacaq, əmvallarından köməkli eləyir. Ərz elədi, ya nə Resulullah, məni bir dua elə giriftarəm. Dua elə giriftar. Buyurdu, giriftarçılığı nədir? Mali vərşəst olmuşam, heç dadım yoxdur. Burada gedərsən, övündə 60 dənə mömini çağırarsan, bir vədə olaraq qəza ver, qəzanı yiyəndən sonra denə səni dua eləsinlər. Ərz elədi, ağa, mən deyirəm, heç dadım yoxdur. Həzrət Ali buyurursan, mən 60 nəfərə də qəza verəm. Burada hətta övün, balışların da satmalı olsun, sat, bu qonaqlığı yola sal. Bu qonaqlığı yola sal, fəqirləri çağır övə, dua eləsinlər müşkülün həll olsun. Deyir, mən bu işi gördüm, müşküllərim də həll oldu. Və siyamə təsbitən lil-ixlas. Xanım Zəhra buyurdu, oruç tutmaq, ixlası təyid elər. Tamamı əməllərdən ixlaslı oruçdur. Namaz qılanda hamı bilərsən namaz qılısan. Məkkədə hamı bilərsən gedibsən həccə. Amma tənha əməli ki, deməsə neccəs bilmər o oruç tutmaqdır. Deməsə neccəs bilməz, sən oruç tutubsan. Buyurur, əgər istəyirsən, ixlasın nəhayətinə yetişəsən, oruç tutmağı Allah qərar verib istəyir, səndən müamilə eləyə. Və siyamə təsbitən lil-ixlas. Oruç tutmaq insanın ixlasını təsbit elər. İnsana örgədər ki, gizlin əməllərin ləzzətinə əndaz edədir. Ondan sonra xanım Zəhra buyurdu, gedin Məkkəyə. Abiddə deyəm, Məkkəyə nəyə gedir? Tənha yeri ki, israf dəyənəqə xəşləsin, bir də Məkkənin yolundan. İndi Məkkə pis adamların əlində, mındar adamların əlində. Vəllə Məkkənin qabağını almaq olmaz ki, vəl həccə təşidən liddin. Əslən deyir, kongreyi əzimi həcc, zəminihay müxtəlifdə, fikri, fərhənci, ictimai, nizami, siyasi, müsəlmanlar gərək yığıla bir yerə görələ məmali ki, müsəlmanlardan nə xəbər vardı? Vəl ədlo Təsiqən lil-qulub. Buyurur, Allah ədaləti qərar verdi. Ta camiədə qəlblər seyqəl tapa. Qəlblər Allah tərəfinə cəzb ola. Əgər ədalət olmasa, hamı cilayəli olarlar. Əlan niyə mərdum cilayəlidirlər? Mərdum iki zatdan ciləylidirlər. Buyurur ki, sirvət camiədən nabərabər paylana. Nabərabər paylar, mərdum bundan narahatdırlar. Əlan niyə bitdə nümayəndələrdən biz zədi olmuşuq? Niyə bəzi məhsullardan acığımız gəlir? Bəran ki, bunlar naədalət, bir yerdə sirvəti çəkiblər.
doldurubla məsələn onlar iki kefləri saz dolan cibinə. Yəni hamının məclisdə adamı var. Hamının. Bazıgerin adamı var. Puldarın adamı var. Sirvətməndin adamı. Tənha kəs ki adamı yoxdur, eş yerdə kasıbdır. Əlan geç görübsən bir dənə sirvətməndilərin əleyhinə bir dənə qanun vəzullah. Adam nə var orada? Nümayəndəni qəbləzin ki gedə support eləyib, alıbdır, icarə eləyib. Deyir ağa sənin pulu mən verirəm, təbliğatın pulun mən verirəm. Getdin sən mənim adamımsan orada. Mənim əleyhimə, mənim karxanama, mənim işimə bir dənə əgər gördün dövlət istəyir kəlam, maliyyat kəsəsən çıxacaqsan qabağına. Bazı gərrən adamları var. Selebritilər təbliğ eləyiblər bir nəvər çıxıbdır. Heç vaxt qoymaz onlardan maliyyat alırlar. Amma sən bir dənə İransel 10.000 tümən istəyirsən, əgər şarj alasan ona bir dənə maliyyat kəməldəcə. Vəli selebriti ki filan qədər pul alıb böyür üstə yatıb, məşrumun içib, oyunbazlığın eləyibdir, ondan heç kəsin haqqı yoxdur maliyyat alır. Niyə? Çünki dövlətdə adamı vardı. Dövlətdə adamı var. Ona görə deyir, düz adamları. Dünən baxırdım, neçə nəvərə cenahai müxtəlif, həm islah-tələ və usulgəra. Fəsadı maliyyə rəddi səlahiyyət olubla. Ağa bu adam pul xərcləyib, adamı var, gedib camiəni çəkib kəndə. O yerdə ki hərəkət eləyəcəyini eləməyibdir. Ədalət qalıb yerdə mərdum narahatdırlar. Mərdum görəndə yamanın mənə deyirlər. Görəndə mənə deyir, təqəbbələ bətər ömmüzü yıxdıza, bətər, məsələn dolar getdi üstə. Dərhal ki mənim nə xəbərim var, mən nə dolardı işləyirəm. Amma mən doları bilirəm, məsələn, tez mən 2 ayından qabaq bir dənə 100 dolar əlimə almışam, onu da çox ziyarət eləyəndən sonra heç bilmirdim, az qaldım ölümdən cıram. Şu an əlinə bir dənə əsbab bazı. Nə olsun, mən dolarla işləmişəm. Günahı məndə də ki, o adam ki gəlib cavabqı olmayıb, günah ondadır. Milləti dindən də saldılar, milləti yoldan da çıxartdılar, mərdum baxdılar filan məsulun əməlkərinə, dedilər ki, din budur, din dərdədə. Dərhal ki, din o dər ki, din məndədək, din mənim əməlkərdimdədək, din Allahın bərnaməsidir. Mən qələt gedirəm, mən yolumdan caymışam, mən qudrət tələb olmuşam, mən çıxmışam yolumdan. Ona binaən xanım Zəhra vurdu vəl ədlə tənsiqən lil qulub. Əgər ədalət camiədə riayət olsa qəlblər şəfa tapar, seyqəl tapar. Necə deyiblər bəzi yerdə qeybət eləmək haramdır. Amma məsullara deyir, Əmirəl-Möminin Malik, pul ver casuslara, məsulları təht nəzər saxla, pul ver qoy qeybət eləsinlər sənə, desinlər filanının qələtinə mənədir. Pul ver qoy qeybət eləsinlər, pul ver qoy gütsünlər, görsünlər kim düz işləyir, kim qələt işləyir. Niyə? Bəran ki, İslamın adı vəsətdədir. Fərd adı yoxdur ki vəsətdə. Bağnam İslam gəlmişik qabağa. İslamın adından gəlib canı dillə himayət eləyək. Hər kəsdə işləyən bir ədalət yoxdur ki, yəni intixabatda qoyun kənara. Rəy verməyin, onlar ki işləmirlər. Nəcür ağa, inqilabi, ya cavan ola, ya qoca ola, şəxsi inqilabı var. Yəni işləyən də var, bu da yoxdur. Bunda içindən bir dənə oğru çıxanda, bir dənə ixtilas eləyəndə mərdumun əli soğuyur. Mütəəssifanə bir cəmaatında qulağımızın biri BBC-yə işləyir, biri də xalasına. Xalası nə deyəndə BBC-yə baxırıq, BBC gözümüzün üçün qəbulcu. Yox, bunlar nə desə yalan deyirlər. Onlar düz deyirlər. Japonun bir dənə reis cumhuru gəldi, üzxah elədi, hamon story elədi. Gördünüz, Japonun gəldi, dedi, məni güzəşdiyini. Baba, sən sərdarım burada deyir, mən üz istəyəm, mənim boynum tükdən nazitərdə, ham deyir, bunu gələ atasız eşiyə. Baba bəy deyimsən, Japonun üçün bəy story eləmişdin axı. Sən həmun adam deyilsən məgər. Bən niyə özgəninki adama yaxşı gəlib, adam özününkindən niyə gəli çıxa bilmir? Allahu ələm buru vəl ədlə təsiqən lil qulub. Ədalət əgər camiədə yerinə tutsa, qəlblər bərabər olarlar, yığılarlar bir yeri. Niyə mərdum narahatdılar? Biri budur ki, tozi sirfət pis olub. Sirfətin bir iddiəsi ki, birikdən əlinə, dövlətli günbəgün dövlətləri kasıb günbəgün kasıblayır. Dövlətli gedir üstə kasıb gəlir aşağı. Bizim təbəqat-ı, ixtilaf təbəqat, sirvət varımız. Nə ki, aj yoxumuzdur ki? Bir dənə berberini ilham ala bilərdi. Yap dənə sifri karıcər ola da cin onu alar. Amma baxır, görür, baba, bir adam, bir iddənin o qədə yeyib yatanmır, bir iddə də acından yatanmır. Görür, bunun təbəqatı, oğa fasilat bir-birinə narahatdırlar. Deyirlər, gər İslam budur, yaxçı deyil. Buyurur bir dənə niyə vaxt ədalət rayət ola, ixtilaf der əqaid. Ədəm iqna der cavab. Əqaid der bir-birinə, cinah rast çəkir o yana, cinah çəpkib bu yana, heç kəs də cavab vermir. Hərdən də bir dənə dəli gəlir, bir daş dıqırladır caməni, vırır bir-birinə qoyur çıxır gedir. Ondan sonra gəlində bunu ta mizan eləyincən,
Gör dağlar daşlar dilə gəlir. O da buyurur ki, əgər istəyirsiniz camiədə ədalət ola, hamı müşarikət eləyir. Hamı, vəllə mərdum gəlməsə qabağa. Məsulun nə eyni xiyalını. Mərdum gəlməsə, rəhbər, əli ola, əli şikəst yiyəcək. Əmir el-Mömin axır dərdin getdi, quyuya dedi. Mərdumun əlindən. Rəhbərdir, məsumdur, amma mərdum sözünə vaxtı baxmırdılar. Vaxtı mərdumə deyirdi, gəlin, ağa mən göyün yollarına varidlərəm. Ay mərdum, mən fənnavəri mənim əlimdə. Ay mərdum, mən hər nə soruşsuz cavab verim. Ərəbi də qıçı verirdi duvara, deyirdi, ya Əli, de görək dəvə nəcür doğar biliş kun. Əmir el-Möminin deyirdi, Allah, məni bulanı əlindən al, bunlara Həccacı ibn Yusufi müsəllət elə, o bilsinlər nə xəbər var. Odur deyir, yaxçının qədrini bilməsin, Allah onu sənin əlindən alır, pisi geçirdər xiddəvə. Bir dənə məzlum arvad girivə keçib, çəpə qoysan qulağının dibindən, rasta yatırdısan qulağının dibindən, qardaşların odur gəlsinlər. Elə ki, boşandı getdi, bir dənə ifritə keçib xiddəyinə gündə 10 sürü ölüm arzusu eləyir. Deyir, Allah, nə qələt elədim. Yaxçının qədrini bilməsin. Ya yaxçı bir baş aşağı damat vardı, çəburaz qəninə tap deyirdi kəlləsinə. Amma elə ki, getdi əllərindən, Allah bir dənə bibəndi var, bir dəlisin getirib, bıçağı həməşə cibindədir. Deyirlə də davay, nə qələt elədi. O da deyir, yaxçının qədrini bilməsin, Allah onu sənin əlindən alır, pisi keçirdər Yaxova. Ondan sonra da bir hey ölüm arzusu elərsən. Niyə? Həccacı ibn Yusuf 120 min zindanını bir yerdə öldürdü. Bənayin ki, bu adamlar Əlinin qəlbin qan eləmişdilər. Həm onlar da İmam Həsəni satdılar, həm onlar ki, İmam Hüseyin başını vurdular neyzələrə. İstəyirdi ədalət camiədə riayət olsa və taətina nizamən lil millə. Xanım Zəhra burada düşməyin olandanla. Səqifə əhli yoldan çıxartdı müsəlmanı. Bizim dalımıza söz itaət elə söz millət nəzmi tapar. Və imamətəna əmanən minəl furqə. İmaməti Əli ibn Əbi Talib sizi ayrılıqdan nəcat verər. Və illa Əli rəhbər olmasa Daiş də Quran oxuyur, o birisi də Quran oxuyur. Vəhhabi də Quran oxuyur, o birisi hamısı deyir. Şəfana kitabəllah. Quran oxuyuruq da bizdə. Amma Daiş oxuyur, Şiənin başını kəsir, quş ta quş. Bir tanda da var, bir dənə məsum Quranı təfsir eləyir. Bir anda da var, Əbu Bəkir Bəğdadi, lənəti, gələ Quranı təfsir eləyir. Nə qədər fərqi var? Bir anda var, Ben Selman gələ Quranı təfsir eləyə. Əli vursan İmam Hüseynin hərəminə desən, Əssalamu aleykə, ya Əba Abdillah. Nə deyirlər Vəhhablər? Küfür, kafir oldu, siz kafir olun. Niyə? Bunları öldürün, bunlar Hüseynə salam verdilər. Amma o yandan Trump'ın arvadının əllərini tutmuşdu, ötürmüşdü. Öpürdü, gördü gözünün üstüne. Hələ Trump deyirmiş, mən utanırdım, qorxurdum, bu mənim arvadımı görsə narahat ola deyirdim, baba, başıvı öt, rəhbəri bir dənə İslamdır, gördüm, baba, bu kaftar mənim arvadımı əldən qoymur. Həmin adam deyir, İmam Hüseyin hərəminə əl vursun, kafir deyir. Çopu olur, sən kafirsən, ya mən? O naməhrəmin əlini öpmək kafirçilikdir. İmam Hüseyin ki, şərəf verdi İslam'a, şərəf verdi insaniyyətə. Tamam insaniyyət mədyundur Əbu Abdillah Hüseynin cəhadına, ya Əbi Abdillahın hərəmin öpmək pisdir. Buyurub, bunlar bu cürdülər. Gəliblər, əgər imamət rəsi işdə olmasa, niyə deyir özünüzü amad elin imam zamanın gəlməyinə? Ağa, qonaq çağıran övün süpürər, qəzasını qoyar, qonağın çağırar. Vaxti sən deysən, Yəbnəl Həsən Kocai, yəni mənim qəlbim, vücudum, bədənim, heykəlim, qudrətim, hamısı amadədir Zəhra balasının gəlməyinə. Əlan gələ imam zaman. Bizim hansımız yarım saat şəmşir vura bildik? İş birimiz. Biz pilləli və getmirik, asansoru yoxdur. Halımız yoxdur, biz pillə çıxaq. Pəs hənuz imam zaman gəlməyinə cayı tərdid var. Əsən yap belə, nəzər ibadı, yap qəvi ol, sən cismi qəvi dəyirik ki biz. Cismi qəvi, bir dənə təkavər ötür elə bizim cəmimizə, vurar bizi öldürər. Pəs gərək həz əz nəzər cismi, həm əz nəzər ruhi, həm əz nəzər mənəvi amad olasan. Ondan sonra deyəsən, Yəbnəl Həsən Kocai, şəb ziyarəti Əbu Abdillah, şəb-i cümədir, şəb-i rəhmətdir, şəb-i məğfirətdir. İnşallah bir müqəddimi rozə ta az nəfəsi gərmi. Həzrət Ustad Hacı Nadiray Cəvadi Ərdəbili əzizəm inşallah bəhri kafi alacaq. Məhəbbət buyurun, tamam ölənlərimizin ruhu feyz alsın inşallah, qonaqlarımızın, əmvatının ruhiləri bəhrəmənd olsun. Bir-birimizin ölənlərimizin ruhuna məhəbbət buyurun, nuranı salavat xətm buyurur.
Malı sən atdın, evinə bax. Xob, şəb-i cümədir, şəb-i rəhmət, şəb-i məğfirət, şəb-i ziyarəti, ərbab-ı bi kəfən, Allah inşallah. Bu əziz gecədə yığılmışıq zir-i xeyməyi xanım Fatıma Zəhra, salamullah əleyha. Çoxumuz dərdimiz var, giriftarıq. Bəzi sözlər var, adam heç kəsə deyənmir. Bəzi dərdlər var, ağar eləyənməsən. Qalıb ürəyində pas vırıbdır. Allah desəm, öz abırım gedəcək. Deməsəm, özümü nabud eləyir. Bavər bunun bəzi məsaili qahən zəngi vurub mətrəh elərlər. Mənim başımın qapağı qozanar. Deyərəm, Xudaya, bu nə çəkir? Zir-i fişar və stres bu adam nəcür zindəcanlığı. Çox adamlar stresdə yaşayırlar. Çox adamlar tənha yer ki bizə aramış verir. Xanım Zəhranın qapısıdır. Əbu Abdullah Hüseyin ağanın qapısıdır. Hər kəs bu qapıya gəlib naümid etməyib. Böyüklərim, ağsaqqəllər, cavanlar, aşıqanı Kərbəla. Onlar ki aşıqsız Kərbəlaya. İmam Səccad ağanın məhzərinə bir nəfər gəldi, ərz elədi Zəhra balası. Oğlumun əqdidir. İnşallah hamımız cavan oğlanlarıza, uşaqlarıza, subay uşaqlarıza toy elərsiniz və inşallah bir İslami yaxçı toy, xoşbəxt olarlar. Böyüklərin mövzəldir camiəmizdə indi bu gecə öylənmək. Gecə öylənmək yeki az əsbab, əzrah bedər olmaq ilə gecə öylənib və gecərə getməkdir. Damənciri din, məsaili məzhəbiniz adı da bu vırır bir-birinə. Xob, biləxərə çox adam müqəssirdir. Xanavadələr müqəssirdirlər, çeşmə həmçeşmilər var, dövlət müqəssirdir. Gətirib imkanat vermir, iş yoxdur, cavan işləyənmir, deyir, mən özüm bekaram, gətdim, birində bədbəxt eləyəcəyəm. İmam-ı Səccadanın məhzərinə gəldi, ərz elədi Zəhra ballası. Oğlumun toyudur, köylüm istəyir əqdin sən oxuyasan. Oxuyarsan əqdin. Bir nəfərin cavan oğlu ölsə, heç onu toya da çağırsalar, kat da versələr. Ağa xanım baxarlar bir-birinə. Deyərlər, axı bizə toy yaraşmaz ki, bizim qəlbimiz sınıqdır. Bizim oğlumuz ölüb, bizim cavanımız ölüb. Bunlar bizə nəyə kat verirlər? Hətta görərlər küçədə bir gəlin gətirirlər, bunlar tez girərlər içəri. Nə görərsən dizlərin qucaqlayıb. Balanın libaslarını döküb vəsətə basır bağrına, deyir, bala ürəyim yandı. İmam Səccad aya dedi, ağa, əgər gəlsin, İmam Səccad 20 il ağlayıb, 20 il, oruç tutardı. İftar vaxtı sərin su gətirərdilər, ağa baxardı, ağlardı. Yerdilər, ağa, işdə bu sudan, buyuradı necə içim ağı. Əli yəsqərə bir içim bu sudan vermədilər. Qəza gətirərdilər, ağa baxardı, ağlardı. Ağa, bən niyə yemirsən? Buyurardı, axı Rüqəyyə acından öldü xərabədə. Keçir küçədə, qəssab görür, heyvanı bağlayıb, istəyir kəsə. Qəssab, bu heyvanı kəsəcəksən. Bəli, yəbnə Rəsulullah. Qəssab hətmən su verib, sən də bu heyvana. Bəli, ağa, süzdən ürgəşmişik biz əvvəl heyvanlara su verdik, sonra başlarını kəsərik. Ağa buyurur, daxı mənim babamın başını susuz kəsdilər. Belə adamı çağırasan toya. Ərz ilə dağı, oğlumun gəlib əqdini oxursan. Ha, burada da deyibsən, gəlməyib, yox, qəlbi sındırmaram. Amma bir dənə də Rovzaxan görərsən, əqdidən sonra mənim o cavan ölən qardaşlarıma, mənim o cavan ölən əmoğlanlarıma, mənim o məzlum babama bir laylaysa, dedi, ağa, gəl, mən Rovzaxan da görəcəyəm. Ağa gəldi, əqdi oxuyandan sonra Rovzaxan başladı, Əssəlamu əleykə, ya Əba Əbdillah. Gördülər, İmam Səccad durdu, gedir. Ağa, bə, küstün ged, sən burada yox, bunlar mənim bugün qonaqlarımdırlar. Mənim babamın yasına gəliblər, əla mən bunlardan istəyirəm, pəzirayi eləyəm. Bir dənə ərbaba şəbi cümlədir, səlam verətə, inşallah, balaca bir Rovzavo. Məclis hamada olsun, az nəfəsi gəlmi. Ustad ərzişmənd. Əssəlamu aleykə ya Əba Əbdillah və ələl-ərvahilləti həllət bifinaik aleykə minni selamullah əbədə ma bəqitə وبقي الليل والنهار ولا جعله الله آخر العهد مني لزيارتكم هم باهم السلام على الحسين علي ابن
الحسين وعلى أولاد الحسين وعلى أصحاب Gün o gün olsun bühlerin mehzerinde Kerbela dolaq, Beynul Heremin dolaq, Qətligah dolaq, Hacı Nadir'a oxuyalar orada biz de ağlayaq. Der Mazəndaran Fərdi be nam Molla Abbas Çavuş Kerbela'ya karvan aparardı. Bir perçem alardı eline diyerdi her kedarend. Hevesi Kerbela Bismillah şəb cümədi ürəklər pərvırır Kerbela'ya. Kerbela Hoze-i ilmiye şah-ı şuhada Kerbela Hoze-i ilmiye şah-ı şuhada Orada Zehra hanımın dil yaralı yar yatıp yar erz eyledim ama golbi xar yatıp ağasından aralı golsuz elemdar yatıp doğranıp qameti sakka kiçilen yer diyora Əsğərin xırda boğazı piçilen yer diyora bir il dedi gelmeyeceğim Cavanlar yığıştılar dediler Molla Abbas müşkülü ve hellileri Cebiz apar Kerbela'ya Perçemin götürdü bunlar özüyle apardı Derdo menziliye Kerbela Eliyle görsetti çıraklar gol desteleri Cavanlar bilisiz o çıraklar haranındılar Molla Abbas haranındılar dedi erbabın heremi oradı görürəm çok amadezel Cavanlar dediler sen Allah cuma akşamıdır durun cede tez bir cede ziyarete vesailler apardılar karvan saraya girdiler hereme evelim bar Kerbela'ya cedenden ne hala kalıp zal biri üzüsü de sürünür biri vurur başına Allah men ara Kerbela'ra dediler Molla Abbas sen bize roz okuyarsan burada da bize bir aş roz oku Molla Abbas dedi defterim elə belə saçacağım herkesten gelse size roz edeceğim defter açtı rozeye Ali Ekber geldi okudu ağladılar gittiler karvansaraya Molla Abbas der yatmıştım alem rüyada gördüm kapı dölür çıktım gördüm bir gulam idi der amad olun ağa gelir sizi göre dedim ne ağa dedi İran'dan kimin eşkine bura gelip siz o gelir sizi göre dedim ağa dene gelme biz özümüz geldik senin mehzerve dedi yok ağa özü gelir zairlerine başvura acab hal tapıpsa der yuxuda yoldaşlarımı oyattım durun ey ağa bir lehze gördüm başı daldan kesilen ağa varid oldu karvan saraya hamımızla görüşdü mənə dedi Molla Abbas onu bil herkes benim ziyaretime gele neçə yerdə gələrəm onun ziyaretine İkinci kestim Mazəndaranda bir koca kişi var məhərrəmlikdə Hüseynçilerin başmaqların cüddər benim selamımı ona yetirersen Molla Abbas
Abbas, bir də cuma axşamı gəlsin mənim hərəmimə. Amandır Roze-i Əli Əkbər oxuma mənim hərəmimdə. Dedim ağa niyə? Məgər pis oxumuşam, məgər qələt oxumuşam. Buyurdu yox, cuma axşamı nənəm Zəhra gələr hərəmə.